8-ci say sistemində verilmiş 177 ədədinin 16 say sistemində qarşılığını tapın. İlk öncə ədədimizi yazaq. 177 8-ci say sistemində. Bu ədədi yazmaq üçün ilk öncə, yəni 16-lığa çevirmək üçün ilk öncə ikiliyə çevirməliyik. Yazaq. 1 üçün 1-in yəni ikilikdə qarşılığı 0 0 1 olacaq. 7 üçün 1 1 1 və digər 7 üçün 1 1 1 yazırıq. Daha sonra ikilikdən 16-lığa keçmək üçün isə biz yazdığımız həmin bu ədədi sağdan sola 4-4 ayırırıq və buradan alırıq. 4 ədəd 1 bizə F-i verir. 0, 1, 1, 1 isə bizə 7-ni verir. Digər tərəf artıq 0 olaraq qalır və cavab olaraq 7 F alırıq. Yəni sualımızın cavabı olur B variantı. Bərabərliyində x-i müəyyən edin. Bərabərliyi yazaq. 20 3-lük say sistemində üstə gəlinsin, 25-lik say sistemində və üzərinə gəlirik 27-lik say sistemində. İlk öncə biz bunu 10-luq say sistemindəki ədədə çevirək. İlk öncə sağdan sola ədədlər üzərində artan sırayla rəqəmlərimizi qeyd edirik və alırıq ki 2 vur 3 üstü 1 üstə gəl 0 vur 3 üstü 0 üstə gəlinsin 2 vur 5 üstü 1 üstə gəlinsin 0 vur 5 üstü 0 və üzərinə gəlirik 2 vur 7 üstü 1 və üstə gəlinsin 0 vur 7 üstü 0. Buradan da 6 üstə gəlir 0, üstə gəlinsin 10, üstə gəlinsin 0, üstə gəlinsin 14 və üstə gəlinsin 0. Yəni 30 10-luq say sistemində alırıq. Bizdən istənilən 9-luq say sistemində ədədi tapmaqdır. Buna görə də 30-u bölürük 9-a, tam da 3, qalıqda isə 3 alırıq. Sağdan sola aldığımız rəqəmləri qeyd edirik. Alınır 33 9-luqda. Yəni sualımızın cavabı olur Y variantı. Qarşılığı 10-luq say sistemində cüt olan ədədi müəyyən edin. Ya bir ədədlərimizin hər birini 10-luq say sistemində qarşılığına çevirib yoxlamalıyıq və yaxud da ki, digər bir qaydamız, əgər say sisteminin əsası təkdirsə və rəqəmlərinin cəmi cütdürsə, deməli ədəd cütdür. Baxıram digər variantlara. Əgər say sisteminin əsası cütdürsə, son rəqəmi əgər cüt olarsa, ədədimiz cüt olacaq. Deməli, B ilə D uyğun gəlmir. Çünki əsasları cütdür, son rəqəmləri isə təkdir. C və Y variantında isə əsaslar təkdir, amma rəqəmlərin cəmi birində 3 edir, digərində isə 5 edir. Yəni, düzgün cavabımız olur A variantı, çünki əsası tək, rəqəmlərinin cəmi isə cüt, yəni 6-ya bərabərdir. Hesablayın. Cavablara baxırıq ki, hər biri kilobaytla verilib. O zaman biz verilmiş bu nümunədə hər bir həddi kilobayta gətirirəm. 512 kilobaytı olduğu kimi saxlayıram. Üzərinə gəlirəm 0.5 megabayt, yəni 1 megabaytın yarısı 1 megabayt 1.2 210 kilobaytdır, yarısı 209, yəni 512 kilobayta bərabərdir. Üzərinə gəlirəm 2048 bayt, bilirik ki, baytdan kilobayta keçmək üçün 210-a bölürük. 2048-də 210-a böləndə 2 kilobayt edir və üzərinə gəlirik 64 kilobit. Kilobitdən də kilobayta keçmək üçün 2 üstü 3-ə, yəni 8-ə böləcəyik və alacağıq 8 kilobayt. Və nəticə olaraq 1034 kilobayt almış oluruq. Yəni sualımızın cavabı olur D variantı. Biri informasiyanın xassəsi deyil. Nəzəriyyədən də bildiyimiz kimi informasiyanın əsas xassələri etibarlılıq, tamlıq, obyektivlik, aktuallıq var idi. Amma davamlılıq adında bizdə informasiyanın xassəsi yoxdur. Yəni sualımızın cavabı olur B variantı. 10-luq say sistemində verilmiş 89 ədədinin rum rəqəmləri ilə yazılışını müəyyən edin. 89-u ilk öncə 50, daha sonra 3 ədəd 10 kimi göstərəcəm. Olacaq burada 80 və 80 üzrə 9 gələcəm. 9 isə 1 və i və x kimi qeyd edirik. Yəni sualımızın cavabı olur D variantı. Xanım elektron postla 6 ay müqavilənin nüsxəsini göndərdi. Cümləsində informasiya mənbəyi və qəbul edəni müəyyən edin. Burada baxırıq ki, müqavilənin nüsxəsini göndərən xanımdır. Demək ki, bizdə mənbə olacaq xanım. Və elektron poçta 6-ya göndərdiyinə görə, sonda qəbul edən 6 ay olduğuna görə, burada düzgün cavabımız olacaq C variantı, yəni mənbə xanımdır, qəbul edən isə 6 ay. Bərabərliyində x-i müəyyən edin. İlk öncə bərabərliyi yazaq. 25 x say sistemində üstə gəlinsin 14 x say sistemində bərabərdir 33 8 say sistemində. Bu bərabərliyi həll etmək üçün bərabərliyin hər iki tərəfini 10-luq say sisteminə gətiririk. 10-luq say sisteminə gətirmək üçün sağdan sola
ədədlərimizin üzərində sıfırdan artan sıra ilə rəqəmləri düzürük və alırıq. 2 vur x üstü 1 üstə gəlinsin 5 vur x üstü 0 üstə gəlinsin 1 vur x üstü 1 üstə gəl 4 vur x üstü 0 bərabərdir 3 vur 8 üstü 1 üstə gəl 3 vur 8 üstü 0 və buradan 2x üstə gəl 5 üstə gəl x üstə gəl 4 bərabərdir 24 üstə gəl 3 alırıq. Yəni 3x üstə gəl 9 bərabərdir 27 3x bərabərdir 18-ə x də bərabərdir 6-ya. Sualımızın cavabı olur Y variantı. İnformasiya daşıyıcısı deyil. Nəzərdən də bildiyimiz kimi informasiya daşıyıcıları informasiyanın saxlanması üçün istifadə etdiyimiz qurğulardır. Burada maşın informasiya daşıyıcısı ola bilməz. Yəni sualımızın cavabı A variantı. Ən böyük ədəd hansıdır? Biz variantlardakı ən böyük ədəd tapmaq üçün eyni bir ölçü vahidinə gətiririk. Baxırıq ki, A variantında onluq sayı sistemində verib 34 onluqdadır. B variantında 27 9luqda verib onluğa çevirsəm 2 vur 9 üstü 1, yəni 18 üstə gəl 7, yəni 25 alacam. C variantında ədədimiz ikilik sayı sistemindədir. Onluq sayı sisteminə çevirsəm alacam 2 üstü 5, yəni 32 almış oluruq. D variantında 41 8'lik sayı sistemindədir. Onluq sayı sisteminə çevirsəm 4 vur 8, yəni 32 üstə gəl 1, yəni 33 alacam. Y variantında 20 16-lıqdadır. Yenə üzərinə 0,1 yazıb onluğa çevirdikdə 32 alıram. Burada da baxıram ki, elə ən böyük variantımız A variantıdır. Yəni 34 onluqda variantlar içərisində ən böyük ədəddir. Onluq sayı sisteminə verilmiş ifadənin ikilik sayı sisteminə qarşılığını müəyyən edin. Ya hər birini cəmləyib alınmış nəticəni 2-yə bölərək cavabı tapa bilərəm və yaxud da ki, 2-nin qüvvət şəklini göstərərəm. Yazaq 64 üstə gəl 32 üstə gəl 8. 2-nin qüvvət şəklini göstərək. 2 üstü 6 üstə gəl 2 üstü 5 üstə gəlsin 2 üstü 3. Deyirəm ki, mən burada aldığım həmin bu açıq yazılışda 2 üstü 6-dan bir ədəd var. 2 üstü 5-dən görürük ki, bir ədəd var. 2 üstü 4 yazdığımız bu ədədlər içərisində yoxdur. Olmadığına görə 0 qeyd edirik. 2 üstü 3-dən bir ədəd var. 2 üstü 2, 2 üstü 1 və 2 üstü 0 da bizdə ədədlərimizin bu həmin 2-nin qüvvətləri arasında verilməyib. Yəni 2 üstü 6-dan 2 üstü 0-a kimi hər birinin neçə ədəd olduğunu yazırıq. Və belə bir nəticə aldıq. Nəticəmizə uyğun variant isə olur B variantı. 8-lik sayı sistemə verilmiş ədədin ikilik sayı sistemə qarşılığında sıfırların sayını müəyyən edin. Ədədi qeyd edək. 8-likdədir. İkiliyə çevirəcəyik. Böyle ikiliyə çevirəndə hər bir rəqəmi ayrı-ayrı da ikilikdəki qarşılığını yazır. 1 üçün 0, 0, 1, 5 üçün 101, 3 üçün 0, 11, 2 üçün 0, 10 və 4 üçün 100 qeyd edirik. Və sondakı sıfırlar, soldakı sıfırlar silirik ki, bizə burada sıfırların əhəmiyyəti yoxdur və sayırıq. Ümumilikdə 6 ədəd sıfırımız olur. Yəni sualımızın cavabı olur Y variantı. Fəqan radioya qulaq asan zaman informasiyanın hansı formada qəbul edir? Fəqan radiodan aldığı informasiya səs dalğalarıdır və səs dalğaları da bizdə olur analoq informasiya. Sualımızın cavabı olur D variantı. 32 kilobit neçə baytdır? Qeyd edək. 32 kilobit. Rahat olsun deyib 2-nin qüvvət şəklini göstərərəm. 2 üstü 5 kilobit. Kilobitdən kilobayta ilk öncə keçərəm. Kilobitdən kilobayta keçəndə 2 üstü 5 kilobiti böləcəm. 2 üstü 3-ə alacam. 2 üstü 2 kilobayt. Və 2 üstü 2 kilobaytı da bayta çevirəndə kilobaytdan bayta keçmək üçün 2 üstü 10-a vuracam. Olacaq 2 üstü 2 vurulsun 2 üstü 10 bayt. Və cavabda nəticədə 2 üstü 12 bayt almış olacam. 2 üstü 12 baytımız da 4096-ya bərabərdir. Yəni sualımızın cavabı olur C variantı. İnformasiya prosesi deyil. Nəzərdən də bildiyimiz kimi informasiyanın 4 əsas prosesi var. Ötürmə, emal, toplama və saxlanma. Burada C variantı tərtib informasiya prosesi deyil.